Esselamu Aleyküm ve Rahmetullah. Əziz tələbə və şagirdlər, yenidən sizlərlə Facts and Figures kitabından dərslərə davam edirik. Bugünkü 4-cü mətnimiz The Hippopotamus, yəni begemot haqqında olacaq. Və bir şey də qeyd edim ki, əziz tələbələr, mətni oxuduqdan sonra, oxuyub bitirdikdən sonra mətndən bilmədiyiniz sözləri, yəni belə deyim, çətin sözləri, onların tərcüməsini sizə deyəcəm. Pronunciation ilə, yəni tələffüzü ilə və bilmədiyiniz sözləri dəftərinizə yazıb öyrənə bilərsiniz. İnşallah gəlin başlayaq. The hippopotamus, begemot. The hippopotamus or hippo lives in the hot part of Africa. Begemot və yaxud da hippo Afrikanın isti hissəsində yaşayır. It is a mammal, o məməlidir, yəni məməli heyvandır. That is, its babies are born alive and they drink milk from the mother's body. Bu ona görədir ki, onun belə deyək, körpələri, yəni balaları canlı dünyaya gəlir və onlar analarının bətnindən, yəni analarının bədənindən süd içirlər. The hippopotamus is a large animal. Begemot çox böyük, large, yəni big ilə sinonimdir. Big, yəni çox böyük heyvandır. It weighs 4 tons. Onun çəkisi, onun belə deyək, 4 ton çəkisi var. Its stomach is 7 meters long and it eats only plants. Onun belə deyək, mədəsi 7 metr uzunluğundadır və o yalnız plants, bitkilər yeyir. It is a mammal, o məməlidir. But it spends a lot of time in the water. Ancaq o çox vaxtını suda keçirir. During the day, gün ərzində, it sleeps beside a river or a lake. Beside, yəni at the side of. Yanında deməkdir, beside. Besides, yanaşı deməkdir, amma beside yanında. Gün ərzində o çayın, river, çayın və yaxud da lake, gölün yanında yatır. Sometimes it wakes up. Bəzən o oyanır. Then, sonra it goes under the water to get some plants for food. Bəzən o oyanır, sonra o suyun altına yemək üçün some plants, biraz, yəni bəzi bitkilər tapmaq üçün, əldə etmək üçün suyun altına gedir. It can close its nose and stay underwater for 10 minutes. O nose, yəni burnunu bağlaya bilir və suyun altında 10 dəqiqə qalmağı bacarır. Its ears, eyes and nose are high up on its head. Onun qulaqları, ears, qulaqları, eyes, gözləri və nose, burnu başının yuxarısındadır, yəni high up, belə deyək, yerləşir. Onun başında yerləşir. It can stay with its body under the water and only its ears, eyes and nose above the water. Deyir o suyun altında with its body, yəni bədəni ilə suyun altında qalmağı bacarır və yalnızca onun qulaqları, gözləri və burnu suyun üzərində olur. Then it can breathe the air. Deyir sonra o nəfəs alır. At night, the hippo walks on the land and looks for food. Gecə, yəni hippo, yəni belə deyək, begemot, quruda gəzir, on the land, quruda gəzir və yemək axtarır. It never goes very far from the water. O heç vaxt, heç vaxt sudan çox uzağa, yəni sudan uzaqlaşmır da, belə deyək, sudan çox uzağa getmir. Goes very far from. Sudan çox uzağa getmir. A baby hippo often stands on its mother's back. Körpə, belə deyək, begemot, hippo, körpə hippo tez-tez öz anasının arxasında dayanır. The mother looks for food underwater. Ana suyun altında, ana begemot, yəni suyun altında yemək axtarır. The baby rides on her back above the water. Körpə begemot suyun üzərində, yəni öz kürəyi üzərində, suyun üzərində dayanır. Buradan bilmədikləriniz, alive, canlı deməkdir. Drink, içmək deməkdir. Milk, süd, bilirsiniz bunu.
Sonra large böyük deməkdir. Sinonim big ola bilər. Animal heyvan. Weight çəki deməkdir. Stomach mədə. Long uzun. Only yalnızca. Sonra spend keçirmək, bir mənası xərcləmək deməkdir, pul xərcləmək. During the day gün ərzində, beside yanında, close bağlamaq, head baş, stay qalmaq feildir. Under altında preposition sözünüdür. Above üzərində, üstündə bu da sözünüdür. Preposition. Breath nəfəs almaq. Walk gəzmək. Often tez-tez. Never heç vaxt. Sonra yenə above üzərində, üstündə. Belə əziz tələbələr, inşallah sizlərlə növbəti unitdə, tekst mətndə görüşərik. Esselamu aleykum və rəhmətullah.